İndi isə müəllimlər, mən sizlə 8-ci sinifin 5-ci mövzusu olan ağac üzərində bədii oyma texnologiyası mövzusu haqqında danışacağam. Deməli, ağac üzərində bədii oymanın bütün növlərinin yerinə yetirilməsi üçün xüsusi və müxtəlif alətlər lazımdır. Ağac üzərində oymanın əsas iş aləti tiyəsi çəpnə bıçaq hesab edilir. Onun köməyi ilə müstəvi qalovcuqlu, yassı relyefli və relyefli köhnə kitabların onun digər adı ajurlu oyma işləri asanlıqla aparılır. Yassı relyefli və naxışlı oyma işləri aparılır. Deməli, naxışlı oymanın o birisi adı naxışlının bərabərdir ajurlu. Ajurlu oyma işləri adlanır və asanlıqla aparılır. Naxış bıçağı müxtəlif oyma əməliyyatlarında yardımcı alət kimi istifadə edilir. Belə ki, ağac üzərində oymanın müxtəlif elementləri üçün kəskin hissələri olan müxtəlif formalı naxış bıçaqlarından istifadə edilir. Əgər söhbət sadəcə təsvirin düz hissələrinin kəsilməsindən gedirsə, oyma naxışlarının yaradılması üzrə işlərin böyük əksəriyyəti məhz bıçaqların köməyi ilə aparılır. Bunun üçün adi qatlanan cib bıçağı ilə yanaşı, oymanın müəyyən növü üçün xüsusi olaraq uyğunlaşdırılmış naxış bıçaqları ilə də aparmaq mümkündür. Və həcmli elementlərin yaradılmasında düz və müxtəlif diametrli yarımdairəvi iskənələrsiz keçinmək mümkün deyil. Bütün bu iskənələr müxtəlif həndəsi quruluşa və təyinata malikdirlər. Yassı düz iskənələr müxtəlif növ oyma işləri üçün yardımcı alət kimi istifadə edilir. Onun vasitəsilə yassı relyefli oyma və kontur üzrə oyma işləri yerinə yetirilir, belə ki, fonun təmizlənməsində. Nov şəkilli iskənələr adətən əsas alət hesab edilir. Onlardan oymanın bütün növlərinin yerinə yetirilməsində istifadə edilir. Baxın, ağac üzərində oyma işləri üçün iskənələrin növləri şəkil 2-də göstərilmişdir. Belə ki, burada A yassı düz iskənə, B, C, D nov şəkillidir. O orta dairəvi, yarım dairəvi formada ola bilirlər. Künclü iskənələr Y-dir, F isə yassı çəpnə iskənələrdir. Künclü iskənələr qalovcuqların kəsilməsi üçün istifadə edilir. Yassı çəpnə iskənələr adətən həndəsi oyma işlərinə yararlıdır. Ağac üzərində oyma ustanın, yəni həkkakın iş yeri adi masa, stul, bir də oyma işləri üçün nəzərdə tutulmuş dülgər dəzgahı ilə təchiz olunmalıdır. Dülgər dəzgahının qapağının hündürlüyü həkkakın dirsəyi səviyyəsində olmalıdır. İş masasına işıq sağdan və soldan düşməlidir. Emal ediləcək məmulatlar dəzgahlarda pazlarla və vintlərlə, sıxaclarla bərkidilməlidir. Bədii oyma işinin salınacaq təsvirin konturlarının nişanlanması ilə başlamaq lazımdır. Nişanlanma karandaş, yircəkli qələm, xətkeş, pərgar, bucaqlıq və bucaq ölçən və qəlbin köməyi ilə aparılır. Üç tərəfli qalovcuqlu oymada naxış adətən adi həndəsi fiqurlar, üç bucaqlar, düz bucaqlar, kvadratlar, trapesiyalar, romflar vasitəsilə həyata keçirilir. Və ağac üzərində deməli müəllimlər, üç tərəfli qalovcuqlu oymada naxış adətən adi həndəsi fiqurlar, üç bucaqlar, düz bucaqlar, kvadratlar, trapesiyalar və romflar köməyi ilə əldə edilir. Ağac üzərində oyma 2 mərhələdə həyata keçirilir: batırma və kəsmə. İlk öncə kəskinin burnu üç bucağın ortasından şaquli vəziyyətdə qoyulur. Bu zaman kəskinin dabanı üç bucağın təpəsinə doğru yönəlir. Kəskinin burnunu başlanğıc üçün taxta lövhəyə 2-3 mm batırmalı, tabanı isə təpəyə yüngülcə toxundurmalıyıq. Bu üsulla üç bucağın o biri təpələri də işlənməlidir. İş zamanı bıçağı deyil, məmulatı çevirmək lazımdır. Batırmadan sonra kəsmə əməliyyatı başlanır. Bıçağın kəsci ucu üç bucağın təpəsinə qoyulur. Oymanın dərinliyindən asılı olaraq müəyyən bucaq altında 30-45 dərəcə kəski aramlı üç bucağın qabırğaları boyunca batırılır və
deməli daha sonra batırma mərkəzə getdikcə dərinləşir 2-3 sm qədər. Sonra mərkəzdən o biri təpəyə doğru istiqamətdə götürülür. Tədricən bıçaqla təsiri zəiflətmək şərti ilə kəski məmulatın səthindən çıxarılır. Dəqiq və düzgün oyma aparılarsa, lövhədən oyulub götürülmüş hissə piramidaya bənzəyəcəkdir. Hansı ki, bu şəkil 3-də öz əksini tapmışdır. Bütün qanovcuqlar çəpinə iskənə ilə kəsilir. Kəsmə əməliyyatı əvvəlcə taxta liflərin uzunluğuna, sonra eninə aparılır. Xüsusən qeyd etmək lazımdır ki, üç tərəfli çuxurlu oymanın aparılması zamanı çəpinə iskə şaquli vəziyyətdə tutulur. Və üçbucaqların tərəfləri təpədən mərkəzə doğru kəsilir. Üçbucağın təpəsindən açılan dərin kəsik mərkəzə doğru dayazlaşır. Sonda 0 dərinliyə qədər azalır, çıxarılır. Çəpinə iskənə sağ əldə tutulur. İskənənin kəsən ucunun burnunun nişanlanmış xəttin üzərinə qoyub özünə tərəf bir qədər əyir və beləcə bu istiqamətdə kəsirlər. Əyri qatların kəsilməsi üçün iskənə ya sağla ya da sol əllə 30-40 dərəcəlik bucaq altında əyilir. Və əvvəlcə sağa doğru əyilmiş iskənə ilə sağ qatlar, sonra sola doğru əyilmiş sol qatlar kəsilib götürülür. Və bu zaman nişanlanmış xətti keçmək olmaz. Şəkil 4-də də nəzər salın, şəkil 5-ə də mütləq nəzər salın. Kəsmə aramlı ehtiyatla iskənəyə eyni bərabərdə təzyiq verməklə aparılmalıdır. İskənə sağ əllə möhkəm tutulmalı. Liflərin istiqaməti boyunca hərəkəti tənzimləmək üçün arada bir sol əlin köməyindən istifadə edilməlidir. Sadə işləmə üsullarına riayət etməklə, yiyələnməklə ağac üzərində mürəkkəb təsvirlərin yerinə yetirilməsi mümkündür. Və təhlükəsiz iş qaydaları var. Mütləq şəkildə onlara da nəzər salın. Bu qədər müəllimlər, uğurlar hər kəsə.